ve 1 manatımız da belə getdi. Yəni, salam əziz izləyicilər. Bugün hem sizlerle birlikte bir gün vlog çekirik. Bir gün vlogumuzda neler baş verəcək siz de izleyin. Ve kanalımıza abone olmağı, like atmağı ve yorum yazmağı unutmayın. Salam əziz dostlar. Bugün sizinle çok maraqlı, məhsuldar bir günümüzü paylaşacağıq. Hem ev üçün ərzaq alış-veriş etdik, hem ailəvi vaxt keçirdik, hem de günümüzü xoş xatirələrlə tamamladıq. Düzü bugün evdən çıxanda fikirləşdik ki, çoxdan da fikirləşirdik daha doğrusu, evimiz üçün xamyak alaq. Amma ki çox axtardıq, tapa bilmədik. Xamyakı tapa bilmədiyi görə daha sonra yolumuzu papuçomuza saldıq. Uşaqlar çox gəzib yorulmuşlar. Biraz dincəlmək və dadlı yemək yemək istədik. Sonradan sifarişlərimizi verdik və yeməklərimizi gözləyərkən ətrafı izlədik. Papuçonuzda olan yeməkləri həm də çox dadlı olur. Böyük qızım Papa John's'un pizza dilimlərini çox sevir, həddindən artıq. İştahla yedilər. Belə sadə görünən anlar əslində ən dəyərli xatirələrə çevrilir və bütün bunları lentə alıb həm özümüz üçün xatirə olaraq burada paylaşmaq istədim, həm sizlərlə paylaşmaq istədim. Bunun acısız, yəni üstündə biber olmayanı. Mən özüm sadə sevirəm. Sümeyye? Bir ayran bir soğuk. Bir tane ayran bir tane. Ben hiç tatlandı yok. İndi gəlmişik böyle olsa da yaxaladı. Dediyimiz kimi sifarişləri vurmuşuq və indi gözləyirik ki, bizim sifarişlərimiz gəlsin. Anam deyil, əllərini yumağa gediblər. Mən də burada axtarım ki, bizim nömrəmiz neçədir? Yummy. Evet, işler götürürüm. Bana düştüğümüz hakkında bir bilme olmadan ben. Bir sahil dedi. Kaçıyor? Yo şey diyecek. Biraz Arkaya. Al. Bunu götür. Olmazsa sahil rahat dedi. Ha onu da götür. Sen bir dayan. Yok değme. Koy kazanaklı sonra kafana dilleri taktı. Götürdüm. Hoş Ve 1 manatımız da belə getdi. Yəni indi isə çıxdıq, hem axtardıq. Bilirsiniz ki, biz hem axtarırıq. Tapa bilmədik orada. Ona görə gəldik. Gəldik Bravo'ya. Bravo'dan baxaq nələr olacaq. Sizlərlə birlikdə bölüşək. Yavaş. Tamam. Olmadı bizdə. Siz olun. Kızımın təqdimatıyla Bravo'ya girişimiz başlayır. Səhərdən planlaşdırdığımız kimi alış-verişə yolladı. Düzdür, biraz tərs köşə olduq. İstədiyimiz şeylər alınmadı, yolunda getmədi. Amma o da yoluna düşəcək. Onu da sizlərlə paylaşacağım. Fikir bildirməyi də unutmayın. Markete gəldik sonunda. Uşaqlarla biraz çətin olur, çox çətin olur. Hətta balaca qız bizə qanıtdırır, belə deyim. Ümumi alış-verişimiz 124 manat 62 qəpik tutdu. Ərzaqlar arasında gündəlik istifadə etdiyimiz məhsullar, uşaqların sevdiyi yeməklər və ev üçün lazım olan müxtəlif ərzaqları aldıq. Əslində çox lazımlı olan bir şeylərdir. Bütün alış-verişi çəkə bilmədim, düzdür. Çətin oldu. Alış-veriş bitdikdən sonra biraz gəzməyə qərar verdik. Hava çox gözəl idi, düzdür. Günün sonunda evə qayıtdıq. Aldıqlarımız məhsulları yerləşdirdim və günümüzü qiymətləndirdik. Bəzən insanın xoşbəxt olması üçün xüsusi bir şeyə ehtiyac olmur. Ailəmizlə keçirdiyimiz hər bir zaman, hər bir dəqiqə
hər bir anı, xoş anlar yaşamaq, bunlar hamısı kifayət edir. Ümid edirəm ki, bu günümüzdən hazırladığım vlog xoşunuza gələcək. Əgər videonu bəyəndinizsə, videoya like qoymağı, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir və yeni videolar hazırlamağa motivasiya verir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşənədək özünüzə yaxşı baxın. İki tane puding almışım. Sonra ne aldın? Başka ne almışım? İki tane puding almışım. Peçel. Bundan alsın. Ancak şokoladları gösterir. Başka ne almışım? Biraz da bundan alsın. Adı nədir o? Sildiye. Pomidor. Paniden. Nədir? Paniden. Pomidor. He. Panidor. Bir tane böyle şey. Yumurta adı. Yumurta. Yumurtadır, o nədir bəs? Şey. Adı nədir onun? Donut. Donut. Bu adı nedir ama? Yaxşı, yaxşı. Sən Şömin, Bak nerede o? necədir, dadlıdır? Necə? Mmm.